Son zamanlar tez-tez verilən suallar arasında mənim əməliyyatdan sonra xolesterinim nə qədər olmalıdır sualıdır. Bu olduqca önəmli bir sualdır. Çünki son illərdə ümumiyyətlə ürək-damar xəstələnmələrin sayı artmaqda olsa da, amma bir çox ölkələrdə ölüm halları azalmaqdadır. Buna da səbəb vaxtında aparılan müayinələr nəticəsində ürək xəstəliyinin, daha doğrusu ürəyin damar xəstəliyinin olub-olmadığının aşkarlanması və ya koronar angiografiya ilə stentləmə və ya koronar şuntlama əməliyyatının aparılmasıdır ki, bunlar insanların həyatlarını xilas etməyə imkan verir, uzun ömürlü olmasına yardımcı olur. Və əlbəttə ki, çox gözəl bir sualdır ki, əgər bu yaşa qədər məndə xolesterini bilməmişəm və ya bilmişəm, xolesterinim yüksək və yaxud sanki normal olubdur, amma buna rəğmən məndə ürəyin damar xəstəliyi aşkarlanıb və mənə stent qoyulub və yaxud mənə mütləq şəkildə aorta koronar şuntlama əməliyyatı, yəni AKŞ əməliyyatı tövsiyə olunubsa, o zaman əməliyyatdan ya stentdən sonra mən nə etməliyəm? Çünki buna qədər xolesterinimin səviyyəsi yaxşı olmayıb ki, damarlarım bu dərəcədə tutulubdur, tıxanıbdır. Çox önəmli bir məsələdir. Son illərdə aparılan araşdırmalar bir daha onu sübuta yetirdi ki, qanda xolesterinin və burada söhbət gedir məhz pis xolesterindən və ya damarların kirəclənməsinə səbəb olan xolesterin növlərindən, çünki xolesterin növləri də çoxdur. Yaxşı və pis xolesterin var və yağ turşuları var, yağlar var, triqliseridlər. Bunların əlbəttə ki, pis olan növləri damarların kirəclənməsinə gətirib çıxarır və əlbəttə ki, nəticə etibarilə həm ürək damarlarının tıxanması, həm beyin qan damarlarının tıxanması, həm boyunda olan qan damarlarının tıxanması, həm də ki, qarında, ayaqlarda olan periferik damarların tıxanması və onun nəticəsində çox ciddi fəsadlar və xəstəliklər inkişaf edir. Əgər məcburən stent qoyulubsa ürək xəstəliyinə görə və yaxud şuntlama əməliyyatı keçiribsə, son tədqiqatlar göstərir ki, həmin adamlarda qanda pis xolesterinin, yəni LDL deyilən xolesterinin səviyyəsi olduqca aşağı, yəni 55-75 arası saxlanmalıdır. Bu əslində çox kiçik bir rəqəmdir, amma ən sağlam rəqəm də bu sayılır. Çünki bu rəqəmləri olan insanlarda müşahidələr göstərir ki, ürək səbəbindən ölümlər, periferik qan damarların xəstəliklərindən ətrafların itirilməsi və bu kimi digər fəsadlar və ağırlaşmalar çox az rast gəlinir. Əlbəttə, 55-75 nə deməkdir? Söhbət pis xolesterindən gedir. Yaxşı xolesterin səviyyəsi yüksək olsa da belə, tövsiyə olunan odur ki, pis xolesterin şuntlama əməliyyatından sonra, stent qoyulduqdan sonra insanlarda LDL xolesterin qanda 55 ilə 75 arası saxlanılsın. Bunun üçün də imkanlar çoxdur. Əlbəttə ki, bir nömrəli bizim edəcəyimiz iş sağlam pəhrizdir. Sağlam pəhrizə malik olan insanlarda əlbəttə ki, xolesterin aşağı olur. Amma insanlar var ki, çox sağlam qidalanır. Heç qırmızı ətdən istifadə eləmir belə. Yağlardan uzaq durubdur. Yağlı yeməklərdən ümumiyyətlə istifadə eləmir. Amma xolesterin həddindən artıq yüksəkdir və yaxud yüksəkdir. Burada əlbəttə ki, ikinci çox önəmli faktor var, o da genetikadır. İnsanların bir çoxunda genetik olaraq xolesterin və xüsusilə pis xolesterin qanda yüksək ola bilər. Ona görə həmin insanların bir çoxunda sadəcə pəhrizlə və yaxud hətta aşırı belə sağlam pəhrizlə xolesterini aşağı salmaq mümkün olmur. Və ümumiyyətlə şuntlama əməliyyatı keçirən və yaxud ürəyində stent olan insanlar pəhrizdən tək faydalana bilməzlər, yetərli olmur. Onlara mütləq qaydada dərman preparatlarının da istifadəsi tövsiyə olunur. Bu çox önəmlidir. Bu insanlar yüksək risk qrupuna aiddir. Yəni onlarda təkrar infarktlar, təkrar insultlar, təkrar ətraflarda, damarlarda tıxanma riski olduqca yüksəkdir. Ona görə xolesterin dərmanlarının istifadə tövsiyə olunur. Ən tanıdığımız çox dərmanlara statinlər aiddir. Statinlər çox geniş istifadə olunur. Yan fəsadları, təsirləri olduqca nadirdir, amma əlbəttə ki, təhlükəli yan təsirləri və fəsadları var. Və mənim də praktikamda bəzi xəstələrdə statinlərin təyinatından sonra müəyyən əzələ ağrıları,
çox ciddi halsızlıqlar, zəifliklər müşahidə edilibdir. Bir xoş xəbər odur ki, bunu bildikdən sonra xəstənin özü müşahidə etdikdə, həkimi ilə məsləhətləşdikdə statinləri dayandırmaqla bütün bu yan fəsadlar keçmiş olur. Amma mütləq qaydada bu haqda həkimə məlumat verilməlidir. Lakin dediyim kimi yenə də bu yan fəsadlar çox nadir rast gəlinir. Digər tərəfdən statinlərin istifadəsi qaraciyər fermentlərinin yüksəlməsinə qanda səbəb ola bilər. Sanki qaraciyərin hüceyrələrinin zədələnməsini təhrik edir statinlərin istifadəsi. Bu da çox nadirdir və statinlərə başladıkdan sonra tövsiyə olunan odur ki, 3-4 həftədən sonra qanda qaraciyər fermentlərinin səviyyəsi hər bir adamda yoxlanmalıdır. Bundan sonra isə mütəmadi yoxlanması tövsiyə olunur laborator analizlər vasitəsilə. Statinlər bir çox adamlarda yetərli olmur. Statinlərlə yanaşı digər dərmanlar da var ki, indi tövsiyələrə görə şuntlama əməliyyatı keçirmiş, stent qoymuş xəstələrdə statinlə yanaşı digər qrup dərmanlar da istifadə olunur ki, məhz o hədəfə biz nail ola bilər. Hədəf də 55-75-dir LDL, yəni pis xolesterin üçün. Bu hədəfə nail olmaq olduqca önəmlidir. Ona görə statinlə yanaşı digər dərmanların da istifadəsi tövsiyə olunur. Ya həb şəklində və ya çox geniş istifadə olunur bu saat inyeksiyalarla, iynə ilə 6 aydan bir vurulan iynələr də mövcuddur və yaxud hər gün qəbul olunan tabletlər də əlavə oluna bilir statinlərə. Elə də az deyil bu insanların sayı. Elələri var ki, statinlər onlarda ciddi fəsadlar səbəb olub. Yəni əzələ ağrılarına gətirib çıxarır, qaraciyər fermentləri qanda qalxır. Onlar onu sual verirlər ki, doktor, bəs indi mən necə eləyim bundan sonra? Statin əgər mən qəbul edə bilmirəmsə, mən xolesterinimi necə aşağı salacam? Əlbəttə ki, statin qəbul edilməsi mümkün olmayan insanlarda və yaxud statinlərin qəbulu zamanı hansısa bir yan təsirlərlə rastlaşmış xəstələrdə həkimlərin arsenalında digər dərmanlar var. Bundan əvvəl dediyim kimi, həmin dərmanlar vasitəsilə tabletkalar və yaxud inyeksiyon formada istifadə olunan dərmanlarla xolesterin, pis xolesterinin səviyyəsini qanda aşağı salmaq olduqca rahatdır və mümkündür. Həmin insanlarda şuntlama əməliyyatından sonra və yaxud stent qoyulduqdan sonra damarların ardıcıl, yəni davamlı tıxanmasının qarşısını alır və təkrar infarktlardan, insultlardan, ətraflardakı və qarın daxilindəki damarların tıxanmasından onları qorumuş olur. Ona görə mütləq qaydada həkiminizlə məsləhətləşin, əməliyyatdan qabaq, stentdən qabaq, əməliyyatdan sonra, stentdən sonra ki, xolesterinizi mütəmadi yoxlayıb, həmin o deyilən 55-75 aralığa hədəf olaraq siz nail ola biləsiniz həkiminizin köməyi ilə.